Aygün bəylər öləndən sonra oldu matah bir şey, hamı tərifləyir. Bu zamanında tərifləyirdik də biz Aygün bəylərdə. Bizə xoş deyil də bu həmin dediyim mataq sözü. O da Aygünün dünyasını dəyişib deyən Aygün yəsiz deyil. Aygün bəylərlə bağlı söz deyən adamın gərək Aygün bəylər qədər çəkisi olsun. Aygün bəylərin sənəti patoloq idi. Aygün bəylərin sənəti o qədər yüksəkdə idi ki, onunla bağlı hər hansısa bir şəxs fikir bildirirsə, gərək onun şəxsiyyəti qədər şəxsiyyəti olsun. Onun çəkisi qədər çəkisi olsun. Bugün hər ötən keçən Aygün bəylərlə bağlı sağlığında o sözü deyərdin. Görüm deyə bilərdinmi? Narkotik bizim Azərbaycan mədəniyyətinə nə qədər ziyan vurdu? Hanı Mir Kamil? Mir Kamil, ürək çatışmamazlıqdan əziyyət çəkir. Biz bunların narkotikdən adını necə adlandıra bilərik bir yerdə? Mən də bacıyam da, ürəyim yan. O balası var, qız uşağı var, məktəbdə oxuyur. O başlığı yazılır. İnan mən o gün danışanda o qədər pis oldum. Gedib dərsə gedirim. Qız uşağımda 15 yaşı var. Saytlar kəsirlər məqalələri, kəsirlər, qoyurlar şəkilləri. Başlıq da bir başlıq yazırlar. Olmaz elə şeylər yazmaq. Cəmaatın ailəsi var. Mən icazə vermirəm, istəmirəm Tarıq bəy ki, belə hallar baş versin.